Tülkü bir hadisə zamanı quyruğunu itirir. Tülkülər ondan soruşurlar, quyruğun hanı ay qardaş? Tülkü deyir, özüm kəsmişəm. Dedilər, nəyə görə? Bu ki çox pis görünür. Tülkü cavab verir, yox, indi mən çox rahatam, özümü çox yüngül hiss edirəm. Bunu eşidən başqa bir tülkü gedib öz quyruğunu kəsib atır. Ancaq çox ağrımağa başlayır. Gəlir tülkünün yanına, deyir, ay qardaş, sən dedin quyruqsuz çox rahatdır, bəs mən ağrıdan ölürəm axı. Tülkü deyir, səsini çıxartma, özünü çox rahat və şad apar. Ağrını bildirmə kimsəyə. Əgər bilsələr ki, ağrıdan dayana bilmirsən, bütün tülkülər bizə güləcəklər. Özünə elə apar ki, güya çox xoşbəxtsən. O vaxta qədər ki, sayımız çoxalsın. Bir müddət keçir, digər tülkülər də quyruqlarını kəsib atırlar. Belə ki, hansı tülkünün quyruğu vardısa, quyruqsuz tülkülər onlara gülürdü. Cəmiyyətdə fəsad baş alıb gedərsə, fasiq və şərəfsiz adamların sayı çox olarsa, şərəfli və izzətli adamlara gülərlər, onları dəli adlandırarlar. اَلَّذ۪ينَ كَفَرُوا وَصَدُّوا عَنْ سَب۪يلِ اللّٰهِ زِدْنَاهُمْ عَذَابًا فَوْقَ الْعَذَابِ بِمَا كَانُوا يُفْسِدُونَ. Küfr edən və başqalarını Allahın yolundan saxlayan kəslərin əzabları üzərinə fəsad etdiklərinə görə daha bir əzab artıracağıq.